Hörmətli ölkə ictimaiyyəti, hörmətli Azərbaycan xalqı, bütün dövrlərdə dövlət yolunda həmişə yorulmadan çalışan, qəti edərsi, 91-ci ildə Ulu Öndər ideyaları yaşayan, Yeni Şirvanlı info saytın baş redaktörü, Şirvan Regional Gözdən Əllər Cəmiyyətinin sədri kimi, ictimai fəal kimi 2 iyul tarixində Ulu Öndərin 1998-ci ildə 710 nömrəli fərmanına əsasən polis günü təyin edilmişdir. Ona görə mən dövlətçiyə yenə təkrar xidmət edən Ağsaqqal, regionlu Ağsaqqal kimi, ictimai fəal kimi 2 iyulu tarixində Respublikanın Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazov cənabların bayram münasibətilə təbrik edirəm. Bütün başda Vilayət Eyvazovla bütün əməkdaşları, böyük ordunu təbrik edirəm. Burada da bir Ağsaqqal kimi bir məsələni qeyd eləməliyəm. Təqaüddə olan Şirvanda polis rəisləri haqqında mən bunu deməliyəm. Yəni münasibət olub, hörmət olub, Respublikada ən dəyərli insan olub. Demək, 4 il burada çox hörmətli, çox dəyərli, mən duracağım ayaq üstünə, Ramil Yusubov cənabları 4 il bizim milis idarəsinin rəisi olub. 4 il, çox hörmətlə Əlbaramlı cəmaatına birinci, böyük diqqət, bütün rayonlara diqqət, xüsusilə bu rayonda birinci rəisliyi burada olub. Buradan nazir olub. Bax, Allah o kişiyə ömür versin, can sağlığı. Heydər Əliyev kimi şəxsiyyətin sağ əli olub. Yeganə bir çıxışı mən deyəcəm. Ulu Öndər deyirdi ki, bir dənə onun haqqında deyim, mən nə qədər varam, Ramil Yusubov da var. Ulu Öndər heç kim haqqında onu deməyib. Ramil Yusubov, Allah sənə ömür versin. Ay gözəl insan, ay gözəl insan. Allah balalar nəvələsi dövlətçiyə canı uzuna, qanı uzuna xidmət eləmişsin. Bu dövlətin suveren Azərbaycan xalqı İlham Əliyevlə də Allah sənə ömür versin, can sağlığı versin. Ramil Yusubov cənabları burada 4 il rəis olub, milis rəisi. Çox da İsmət Qayıbov, milli qəhrəman İsmət Qayıbov, keçmiş baş prokuror, bizim rayonun prokuroru olub. Burada Komsomolun da katib olub. Bunları yad edeyim, bu tarixdir, bu qalsın. Bu çıxışımdan istifadə edeyim. Ramil Yusubovun Allah ömür versin bunu dedim. Bir de Azər Muradov, Allah ona ömür versin. Bunları deməliyəm. Azər Muradov, gözəl insan. Ən vacibi biri də var, Şahmar Paşayev. General Leytinat, gözəl insan. O sadə xalqını qəbul eləyən, nə böyük ürək sahibi, nə böyük, Allah ona da ömür versin. Şahin Mirzəyevi də burada xüsusi qeydət eləməliyəm. O da bizim rayonda milis rəisi olub. Onun haqqında da deməliyəm. Alicana, dərri. Hikmət Quliyev, gözəl insan, gözəl. Ən çox bizim rayonda 6 ildən çox o kişi işləyib. Onu da yad eləməliyəm. Bir xüsusi məqamı qeyd eləyəcəm, bunu da deməliyəm. Demək, cənab Vilayət Eyvazov cənabları böyük etimad göstərib, bizim rayonun Füzuli Əhmədovu Qaradağ rayonuna idarə rəisi qoyub. Allah can sağlığı versin. O kişi burada işləyəndə rədd olsun narkomaniya şüarı altında işləyib. Mən bunu deməliyəm. Füzuli Əhmədova böyük etimad göstərilib. Narkomaniyanı Şirvandan ləğv eləmişdi bu kişi. Mən bunu deməsə onda qurbanxal ola bilmərəm. Bu kişi eləyib, narkomaniya, rədd olsun narkomaniya. Böyük etimad göstərilib bu kişiyə, Qaradağ kimi böyük bir rayonun idarə rəisidir. Allah şirvan eləsin. Demək, cənab Nazir Vilayət Eyvazov, sizə də uzun ömür can sağlığı eləyirəm, eşq olsun sizə. Siz ki, Respublikada ictimai sabitliyi, dövlətçiliyimizi qoruyursunuz, eşq olsun, əhsən sizə. İlham Əliyev cənablarına Allah ömür versin ki, sizi nazir təyin eləyib, Daxili İşlər Naziri sabitlik var. Mən də bu qeydası kimi Ulu Öndərin qızıldan qolu mənim sinəmdədir. Həməşə. Bunu mən həməşə ürəyim ona vurur. Mənə sözümü deyən kişiyə heç nədən də çəkinəcəyim yoxdur. Negativ halları o dəqiqə deyirəm. Mənim İlham Əliyevə Vilayət Eyvazov arxayınam.
o heç kimə o yaxşıdıra bilməzlər mənə. Mən haqq sözümü deyirəm. Halal adamam, təmiz adamam. Ulu öndər Allah o kişiyə qəni-qənimət. Bay. Allah sənə rəhmət etsin. Ay Heydər Əliyev. Bir dənə gəldin dünya tarixinə. Sənin də davamçısın İlham Əliyevə eşq olsun. Dünya siyasətində liderdir. Bunu gün həmişə deyirəm. Bir dənədir. Amerikan prezidenti nədir bu kişinin yanında? Bu kişi bir dənədir. Bütün dünya bunu qəbul edir. Bu kişini. Ona görə bütün bu bayram münasibətilə bundan istifadə edim, geniş danışdım, üzürlü hesab edirəm, ürəyim doludur. Həmişə belə çıxmaq olmur axı. Vilayət Eyvazova bir daha təbrik edirəm. Onun ordusu, bütün heyətin hamısını can sağlığı arzu edirəm. Asaşın keçiyində belə durursan, eşq olsun Vilayət Eyvazova, eşq olsun cənab prezidentə. Var olasınız, Allah sizə ömür versin, cansa. Mən bu sözləri demələm, qatı edarçı olar, ürəkdən gələn söz, vicdanımın səsidir. Oldu, var olasınız. Yaşa Azərbaycan, yaşa İlham Əliyev, yaşa Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazov. Bayramınızı təbrik edirəm. Bağrıma basıram sizi, hamınızı. Var olasınız.